Və Dünya İqtisadi Forumuna görə 2030-cu ilə qədər təxminən 170 milyon yeni texnoloji iş yeri yaranacaq. Yəni 2030-cu iləcən 170 milyon əlavə texnoloji iş yerləri yaranacaq. Sizcə niyə? Biz internetdə baxırıq, işlər məhv olur, amma reallıqda deyirlər ki, 170 milyon əlavə texnoloji rollar gələcək. Çünki tərəfdə bir proyekti əhatə etmək olmalı. Çünki belə bir şey var da, onun düzgün çıxmaq, yəni lap gerçi məsəl üçün deyək, bir nəfər tutub, kod generasiya olacaq. Bu kodun nətər gələrək, boyu çıxıb, bir istifadə səhətdən istifadə olacaqsa, bu bir çox prosesdən keçməlidir. Ay, sağ ol. Hamısını robota əhatə eləmək olmaz. Robot dedim, yəni süni intellekt. Belə deyim, adi AI agentlər çıxıb, düzdürmü? AI agentlər çıxıb, AI generativ xüsusiyyəti var. Təkcə kod generasiya eləmir, şəkildə generasiya eləyir, chatbotları var və digər yerlərdə də tətbiq olunur. Analitika, datanı proses eləməkdə və s. Söhbət onda ki, o AI inteqrasiyası arxasıca nə qədər əlavə software engineering, yəni proqram təminatları tələb edir. Olan proqram təminatlarının inkişafı və yeni növ proqram təminatları. Məsələn, xüsusi platformalar ki, insan girib vizual AI agentlərini qura bilsin, API-lərini birləşdirə bilsin və bunun üçün tam yeni texnologiya, bulut texnologiyalarına ehtiyac olur və bütün sferada olan, programming sferasında olan, bura mobil app da lazım olur, bura frontend də, backend də, DevOps da, hər bir istiqamətdə lazım olur. Data analitikadan tutmuş digər sektorlarca. Yəni, bu AI özü-özünə cücərmir. Yəni, bu sistemləri support eləmək üçün daha çox software engineeringə tələbat artır.